biz Ön Asiyada 12 sayının müqəddəs olduğunu görürük. Daha sonra isə türklərdə bu 24 sayına çevrilmişdi. Bu 12-dən 24-ə çevrilmənin də yenə demək əsas səbəbi nədir? Türklərdə türk boylarının iç və dış boylara bölünməsi ilə bağlıdır. Və eyni zamanda qeyd edək ki, türklərdə zaman-zaman türk boyları iç və dış boylar kimi göstərilməsi ilə bərabər zaman-zaman ağ-qara adları ilə də göstərilir. Məsəl üçün ağ qoyunlu, qara qoyunlu, ağ hunlar, qara hunlar. Və buradakı ağ və qara sözü nəyi göstərir? Böyük ehtimal ki, buradakı ağ və qara adları demək türklərdə cəhəti göstərir. Belə ki, bir hissə şimaldadırsa, misal üçün onlara qara deyilir. Əgər qərb tərəfdə, batı tərəfdədirsə, tutaq onlara ağ deyilir. Və haşiyə çıxaraq qısaca bunu da deyim. Bəzən deyirlər ki, türklər demək Xəzərin şərqindən, Sibir, Altaydan günümüz Azərbaycan ərazisinə, yəni Xəzərin qərb tərəfinə gəlmişdir. Lakin gəlin biz dənizlərin adına diqqət edək. Qara dəniz, ağ dəniz, qırmızı dəniz və Xəzər dənizi, hansı ki Xəzər dənizinə zaman-zaman göy dəniz deyilir və ya Göyçə gölünə göy sözündən Göyçə deyilmişdir. Bunu niyə deyirəm? Türklər zaman-zaman cəhətləri, yəni şimalı, cənubu, qərbi, şərqi rənglərlə ifadə etmişdi. Yəni qara dedikdə şimalı, qərb dedikdə ağı, qırmızı dedikdə cənubu və göy dedikdə isə şərqi nəzərdə tutmuşdu. Və bu cəhətləri deyən türklər demək harada yaşamalı idi ki, ağ, qara, qırmızı dəniz adını versin. Demək ki, günümüz Azərbaycan ərazisində yaşamalıdır ki, onun qərbində, şimalında və cənubunda olan dənizlərə ad verə bilsin. Və biz həmçinin türk dilində ağ və qara sözünün zaman-zaman az və çox mənasına gəldiyini, həmçinin ağ sözünün imanlı, qara sözünün isə kafir mənasına gəldiyini də görürük. Misal üçün Dədə Qorqud dastanında qara köklü məlik dedikdə əslində qara saqlı məliyi mənasını ifadə edib, buradakı qara sözünün kafir, yəni xristian mənasına gəldiyini, köklü sözünün isə saqlı, yəni saq türkünü, məlik sözünün isə hökmdar mənasını ifadə etdiyini görürük.